Eyni vaxtda ikisi də sarıda gəldilər, eyni vaxtda. Toqquşdular, gəldilər, mənim maşınıma burada çırpıldılar. Kırmızı para kırıyorsun, 998. Göyçayda zəncirvari yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. DİM Mediası xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. İlkin məlumatlara görə prospektdə hərəkətdə olan Vaz 2107, Vaz 2105 və Hyundai Sonata markalı minik avtomobillərin iştirakı ilə zəncirvari toqquşma olub. Qəza nəticəsində 2 sürücü və 3 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım briqadaları və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Mən yuxarıdan gəlirdim, elə ki, öz yolumdaydım. Şimdi ora çatmışdım, sarı idi, yaşlı gözləyib dönürdü. Onda gördüm ki, o ağ maşın, ağ 07. O hissədən gəldi, fotosinal tərəfdən gəldi. Bu da buradan eyni vaxtda ikisi də sarıda gəldilər, eyni vaxtda. Toqquşdular, gəldilər, mənim maşınıma burada çırpıldılar. Mən tez qabağını almasaydım, ola bilərdi ki, yəni onlar gedib ora deyə bilərdi. Yəni sürət həddi var idi, ağ 07-də. Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onlar Göyçay rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Yaralılardan bəziləri artıq evə buraxılıb. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəydiyi bildirilir. Hadisənin dəqiq səbəbləri, avtomobillərin hərəkət istiqaməti, toqquşmanın hansı şəraitdə baş verməsi və sürücülərin məsuliyyəti araşdırma zamanı müəyyənləşdiriləcək. Nizami Rəsulov, Aqil Əsədov, Əlibal Əsgərov, xüsusi olaraq Dinas TV üçün.